Hər vaxtınız xeyir olsun əziz dostlar. Mən Yadigar Nağıyev. Simulyasiyamıza qaldığımız yerdən davam edirik. Təbii ki, biz rəhbər videosu çəkirik və bugün biz Təhsil Nazirliyi, tədqiqat, belə deyək, kainat deyək, tədqiqatları, sonra mədəniyyət, media və idman barədə danışacağıq. Əgər vaxtımız qalarsa, bu bölümü də bitirməyi düşünürəm və beləliklə hətta bunları da danışa bilsəm ki, bunlar çox vaxt tələb etməyəcək, bəlkə bugün bu bölümü bitirmiş ola bilərik. Nəysə, biz qaldığımız yerdən davam edək. Görürsünüz ki, əziz dostlar, Təhsil Nazirliyinin verdiyi statistikalar əhəmiyyətlidir. Ölkəmizdə demək olar ki, 30.046 nəfər ali təhsilli tələbə var. Tələbə deyirəm, yəni məzunumuz var deyə düşünürəm yəni. Hal-hazırda bunlar oxumur bildiyim qədərilə. Nəysə, burada cəhalətin dərəcəsini görə bilirsiniz. Burada ibtidai məktəbdə iştirakın dərəcəsini görürsünüz ki, yüksəkdir. İbtidai məktəbdə müəllim başına düşən tələbə sayını görürsünüz, 59, məncə yüksəkdir. Orta məktəbdə tələbə başına düşən, müəllim başına düşən tələbə sayını görürsünüz, 23. Alimlərin əhaliyə görə payı və müəllimlərin, belə deyək, sayını görmüş olursunuz. Bura bu qədər, belə deyək. Bu hissəyə baxaq. Bu hissəyə baxanda detallı məlumatları görməyimiz lazımdır ki, gələcəkdə alacağımız qərarlarda da buna uyğun addımlar ata bilək. Teacher training dediyimiz müəllimlərin hazırlanması və ixtisas artırmaq olaraq tərcümə oluna bilər. Müəllim hazırlığına yatırım edildikdə, yəni investisiya edildikdə təhsilin keyfiyyəti birbaşa yüksəlir. Çünki ən bahalı məktəb belə zəif müəllimlə nəticə vermir. Yəni gördüyünüz kimi ən bahalı məktəb olsa belə yaxşı müəllim olmadıqdan sonra istənilən nəticəni əldə etmək çətindir. Müasir pedaqoji metodlar, texnologiya istifadəsi və fənn bilikləri şagirdlərin uğurunu artırır. Uzun müddətli savadlı işçi qüvvəsi formalaşır. Bəs yaxşı, mənfi tərəfi nədir? Nəticələr dərhal görünməyəcək. Bu səbəbdən siyasi baxımdan gec qaytaran investisiyadır. Yəni investisiyadır. Nümunə verək. Yaxşı təlim almış müəllim, zəif şagirdlərin nəticəsi belə yüksəlir. Yəni, yaxşı təlim almış müəllim zəif tələbələri də yaxşı hazırlaşdıracaq. İkinci, supervision and guidance-dır. Nəzarət və pedaqoji yönləndirmə. Təhsil sisteminə nəzarət edildikdə məktəblər arasında keyfiyyət fərqi azalır, proqramlar eyni standartda icra olunur, şagirdlər akademik və psixoloji baxımdan yönləndirilir, erkən məktəbdən çıxma azaldılır. Mənfi tərəf isə həddindən artıq bürokratiya müəllimlərin təşəbbüsünü boğa bilər. Yəni, təbii ki, burada bir təhsil sisteminin bir hədəfləri var və hədəfləri istiqamətində həm müəllim, həm də tələbə əlindən gəldiyi qədər fəaliyyət göstərməlidir. Bu da bir yerdən sonra çox bəli, avtoritar bir vəziyyət yarada bilir. Məsələn, zəif məktəb aşkar olunur, dəstək göndərilir və nəticələr bərabərləşdirilir. Yəni, geridə qalmışlıqla mübarizə aparılır. Savadlılıq yardımlarıdır. Bunlar oxuma, yazma bacarığını artırmağa istiqamətlənən proqramlardır. Xüsusi aşağı gəlirli və kənd ərazilərində təsirlidir. Bu, sosial bərabərsizliyi azaldır və gələcək iş imkanlarını genişləndirir. Bəs yaxşı, mənfi tərəfi nədir? Böyüklər üçün savad proqramları iştirak baxımından zəif ola bilər. Nümunə, savadsız valideyn övladın təhsilinə artıq dəstək verə bilər. Yəni, bu proqramlar nəticəsində. Backup classes dediyimiz şey dəstək dərsləridir. Əsas dərsləri zəif olan şagirdlər üçün əlavə dərslər təhsildə geri qalmanı azaldır. Bu, sinif fərqini yumşaldır və məktəbi yarımçıq qoyma riskini aşağı salır. Düzgün planlanmadığı təqdirdə isə şagirdlər üstündə əlavə yük yarada bilər. Məsəl üçün, riyaziyyatda geri qalan şagird əlavə dərs alaraq sinif səviyyəsinə çatır. Yardımlar və təqaüdlər hissəsi var. Maddi dəstək təhsilin gəlir səviyyəsindən asılılığını azaldır. İstedadlı, lakin kasıb şagirdlərin sistemdən çıxmasının qarşısı alınır. Mənfi tərəfi nədir? Zəif nəzarət olarsa, sui-istifadə riski yarana bilər. Məsəl üçün, təqaüd alan tələbə işləmək əvəzinə oxumağa fokuslana bilər. Məktəb avadanlıqları dediyimiz school equipment and material dediyimiz şeydir. Burada kitablar, laboratoriyalar, texnologiya olmadan müasir təhsil mümkün deyil prizması var. Avadanlıq təhsilin praktik keyfiyyətini artırır. Baxım edilməzsə, avadanlıq tez köhnələ bilər təbii ki.
Laboratoriya güclənsə, nəzəri bilik real bacarığa çevrilə bilər. Yenilənmə və baxım, məktəblərin fiziki vəziyyəti şagird motivasiyasına təsir edir. Təhlükəsiz və təmiz mühitdə təhsil davamlılığı artırır. Yalnız bina yenilənib məzmun unutmaq səmərəsizdir. Təmir edilmiş məktəb davamiyyəti də artıracaq. Tələbə yataqxanalar ucqar bölgələrdən gələn tələbələr üçün təhsilə çıxış təmin edir, regional bərabərliyi artırır. Məsələn, mənfi tərəfi idarəetmə zəifdirsə, sosial problemlər yarana bilər. Amma nümunə olaraq deyə bilərik ki, kənddən gələn tələbə şəhərdə oxuma imkanı qazanacaq. Burada qiyabi və məsafədən təhsil hissəsi var. Correspondence courses dediyimiz şey, işləyən və ucqar bölgədə yaşayanlar üçün təhsil mümkün edir, həyat boyu öyrənməni təşviq edir. Mənfi tərəf nə ola bilər? Nəzarət zəif ola bilər, keyfiyyət düşə bilər, amma işləyən şəxs akşam online dərs girərək diplomunu ala bilər. Yerli dillərin tədrisi də mədəni müxtəlifliyi qoruyar, erkən yaşda öyrənməni asanlaşdırar, sosial inteqrasiyanı gücləndirir. Mənfi tərəfi nədir? Milli təhsil dili zəifləyə bilər, balans vacibdir, yəni birmənalı şəkildə. Ana dilində ilkin təhsilini aldıqdan sonra məktəbə adaptasiya daha da sürətlənəcək. Ki biz burada daha çox yerli dillərin tədrisini edərək nə etmiş oluruq? Yəni milli kimliyi daha da gücləndiririk, amma təbii ki, burada rəsmi dili də qorumaq lazımdır. Burada istedadlı uşaqlar üçün siniflərdir ki, yüksək potensiallı şagirdlərin itirilməsinin qarşısını almaq, elmi texnoloji inkişafı sürətləndirməkdir. Bununla da riskin qarşısını almağa çalışırıq əslində, amma tələbələr arasında müəyyən fərq yarana bilər, qısqanclıq yarana bilər. Amma əgər bunu edə bilsək, gələcəyimizin alimini yetişdirmiş ola bilərik. Gender bərabərliyində də həmçinin qadın və kişilərin belə deyək, ya da qız və oğlanların məktəbə birgə eyni statusda girməyinə səbəb ola bilərik, amma ənənəvi bölgələrdə təbii ki, qarşı çıxmalar yaşana bilər. Bu da bizim belə deyək, təhsilimizlə bağlı məsələlərdən biridir. Maaşlar hissəsinə indi baxaq. Deməli, əziz dostlar, bura baxırıq. İndi burada orta məktəbi görürük. Bir də ali məktəbi. İndi bunlara baxaq görək, bunların nə təsiri ola bilər? Texniki peşə hazırlığı, yəni texniki məktəb. Texniki təhsil şagirdləri birbaşa əmək bazarına hazırlayır. Mexanik, elektrikçi, texnik, IT əsasları və s. burada öyrədilir. Bu istiqamətdə işsizliyi sürətlə azaldır. Çünki məzunlar dərhal işləyə bilir. Sənaye və istehsal sektorunun real ehtiyaclarını qarşılayırlar. Mənfi tərəf nə ola bilər? Çevik yenilənməzsə, texnologiya dəyişdikcə biliklər tez köhnəlir. Sosial baxımdan bəzən ikinci dərəcəli təhsil kimi görünür. Amma bu belə deyil məncə. Nümunə olaraq texniki məktəb məzunu artdıqca zavodda işləyənlərin sayı artır, gənc işsizlik də azalmış olur. Kənd təsərrüfatı təhsili isə nədir? Bu istiqamət müasir əkinçilik, suvarma və gübrələmə, heyvandarlıq bilikləri verir, kənddə məhsuldarlığı artırır, şəhərə köçü azaldır və ərzaq təhlükəsizliyini gücləndirir. Gördüyünüz kimi, mənfi tərəf nə ola bilər? Kənd təsərrüfatı zəifdirsə, məzunlar üçün cazibə azala bilər. Nümunə olaraq, məsələn, təlim almış fermer eyni sahədə daha çox məhsul əldə edəcək və gəliri artmış olacaq. Ümumi təhsil nədir? Bu xətt akademik biliklər verir və ali təhsilə hazırlıq rolunu oynayır. Analitik düşüncə, dil və riyazi bacarıqları inkişaf edir. Cəmiyyətin ümum savad səviyyəsini yüksəldir. Yəni 11 illik sistem deyə bilərik buna. Əmək bazarı ilə əlaqəsi zəifdirsə, gənc işsizliyi yarada bilər. Nümunə olaraq lisey məzunu universitetə qəbul olub, sonra uzun müddətli karyer həyatına başlamış olur. Keçirik indi ali təhsilə. Birinci əziz dostlar gəlir scientific training, yəni elmi hazırlıq. Tədqiqatçılar, mühəndislər və texnoloqlar yetişdirir. Uzun müddətli innovasiya, sənaye modelləşməsi və yüksək texnologiyanın əsasını qoyur. Mənfi tərəfi nədir? Bahalıdır və nəticə gec görünür. Beyin axını riski var. Deyək ki, bu insanları yetişdirdiniz, amma bu insanlar çıxdı getdi başqa ölkəyə, risk çox yüksəkdir. Universitet laboratoriyası artır, yeni texnologiya və ixracatımız artmış olur. Medical training isə tibbi təhsildir. Həkim, tibb bacısı, mütəxəssislər hazırlayır, hətta tibb qardaşı da hazırlayır. Səhiyyə keyfiyyəti və orta ömür uzunluğu yüksəlir. Çox uzundur və baha təhsil prosesidir. Daha çox həkim xəstə gözləmə müddətinin aşağı enməyi deməkdir. Literary and teaching dediyimiz humanitar və müəllim hazırlığı və yaxud da
Biz buna ədəbiyyat və müəllimlik, pedaqoji deyə bilərik. Müəllimlər, dilçilər, tarixçilər və mədəni sahə mütəxəssisləri yetişdirilir. Sosial sabitlik və milli kimlik üçün vacibdir. Gördüyünüz kimi baxın. Əmək bazarı məhduddur, artıq məzun riski var. Yaxşı müəllim gələcək nəsil daha savadlı. İqtisadiyyat, hüquq və ticarət gördüyünüz kimi dövlət idarəçiliyi, biznes, hüquq sistemi üçün kadrlardır. İnstitusional keyfiyyəti artırır. Həddindən artıq məzun işsizlik yarada bilər, təbii ki. Savadlı hüquqşünas müqavilə təhlükəsizliyini də artırmış olacaq. Təhlükəsizliyini də artırmış olacaq. Turizm, xarici dillər, yəni foreign languages. Turizm və xarici dillərdə isə xidmət sektoru, diplomatiya və turizm üçün kadrlar hazırlayır. Xarici gəliri və ölkənin beynəlxalq inteqrasiyasını artırmış olur. Mənfi tərəfi nə ola bilər? Turizm əgər zəifdirsə, təsirsiz qala bilər. Nümunə dil bilən bələdçi təbii ki, turizmin keyfiyyətini də yuxarıya çıxartmış olacaq. Yəni gördüyünüz kimi burada biz demək olar ki, təhsil sistemimizin də nə qədər bir-biri ilə, digər sahələrlə əlaqəli olduğunu çox rahat bir şəkildə görə bilirik. Burada da ibtidai məktəb tikə bilərsiniz, orta məktəb, ali məktəb, universitet mərkəzləri, yəni artıq şəhərciyi tikə bilərsiniz. Legislation hissəsi əziz dostlar, deməli bunları təhlil etməyin indi zamanı. Deməli əziz dostlar, indi bunları təhlil etməyə başlayaq. Gördüyünüz kimi burada birinci qarşımıza nə çıxır? Müəllim azadlığının təmin edilməsi qanunu. Bu qərar müəllimlərə dərs metodunu, nümunələri və bəzən məzmunun təqdimat formasını sərbəst seçmək imkanı verir. Nəticədə dərslər daha yaradıcı olur, şagirdlər təkcə əzbər yox, düşünməyi öyrənir. Akademik azadlıq gücləndikcə təhsilin keyfiyyəti və beynəlxalq nüfuzu artır. Mənfi tərəf nə ola bilər? Nəzarət zəifdirsə, bəzi müəllimlər şəxsi ideologiyasını dərsə sala və ya proqramdan kənara çıxa bilər. Standart fərqləri yarana bilər. Nümunə olaraq, azad müəllim real həyat nümunələri ilə dərs keçə bilər, şagird mövzunu daha yaxşı anlaya bilər. Məsəl üçün, amma bizim bu məsələmizdə isə heç nəzarət yoxdur dediyimiz şey. Nəzarət edirik, məktəb belə deyək, proqramına, sillabusuna belə deyək, uyğun müəyyən suallar yəni olmamaq şərtilə. Bir də var ki, propaganda aparılır. Yəni bunu anladınız. Sonra məktəbdə qalmaq üçün maksimum yaş həddi var. Bizdə hal-hazırda bu 14-dür. Bu qərar müəyyən yaşdan sonra şagirdin formal məktəb sistemində qalmasını məhdudlaşdırır. Məktəb sistemin tıxanmasının qarşısını almaq və böyükləri alternativ təhsilə yönləndirməkdir. Siniflərdə yaş uyğunsuzluğu azala bilər. Mənfi tərəf nədir? Gec oxumağa başlayan və ya sosial problemlər yaşayan şəxslər sistemdən kənarda qala bilər. Məsəl üçün, 20 yaş limiti, 25 yaşlı şəxs axşam və ya peşə təhsilinə yönləndirilir. Çünki artıq o limiti aşıb məktəbdə yəni oxuyarkən. Sonra məktəb tətillərinin müəyyən edilməsi var. Burada 63 gündür gördüyünüz kimi. Tətil müddəti balanslı olduqda şagirdlər dincəlir və motivasiya yüksəlir və zehni yorğunluq azalır. Ailələr üçün planlama asanlaşır. Mənfi tərəf olanda isə həddindən artıq uzun tətillər bilik itkisinin artmasına və xüsusilə zəif şagirdlərin geri qalmasına səbəb ola bilər. Çox uzun yay tətili payızda təkrar dərslər məcburiyyəti yarada bilər. Bu da bir başqa fakt. Burada isə əziz dostlar, nə görülür? Xarici mübadilə tələbələri üçün iki tərəfli saziş. Bu cür razılaşmalar tələbə mübadiləsinin təhlükəsizliyi və nəzarətlidir. Mədəni əlaqələr güclənir, təhsil sistemi beynəlxalqlaşır və ölkənin yumşaq gücü artır. Mənfi tərəfi nədir? Maliyyə xərci var və yalnız razılaşma olan ölkələrlə məhdud qalır. Tələbə bir il xaricdə oxuyur, dil və mədəni bacarıqları artmış olur. Burada da təbii ki, seçərək dövlətlərlə münasibəti yarada bilərik, amma təbii ki, xərci düşünərək. Burada da əziz dostlar, nə görürsünüz? Xarici tələbənin qəbulunun qadağan edilməsidir ki, bu qərar daxili təhsil sistemini qorumaq və milli prioriteti önə çıxarmaq məqsədi daşıyır. Təhsil resursları yalnız yerli vətəndaşlara yönəlir. Mənfi tərəf nə olar? Beynəlxalq nüfuz azalır, universitetlər maliyyə və intellektual baxımdan zəifləyə bilər, akademik mühit qapana bilər, yəni bağlana bilər. Nümunədə xarici tələbə yoxdursa, ölkə və bizim demək olar ki, bizim universitetlərimiz daha səssiz qala bilər. Dini geyimin tənzimlənməsidir ki, bu qərar məktəblərdə dini geyimə icazə, məhdudiyyət və ya qadağa qoyulmasını əhatə edir. Məqsəd dünyəvi təhsil mühitini qorumaq və bərabərlik təmin etməkdir.
şəxsi azadlıqlar, dini hüquqlar mövzusunda sosial gərginlik yarada bilər. Vahid geyim qaydası olarsa, dini və sosial fərqlər az görünər, amma bəzi ailələr narazı ola bilərlər. Hal-hazırda bizdə belə bir qanun yoxdur. Qarışmır, açıq deyil. Təhsil barədə əziz dostlar, bu qədər. Tədqiqat hissələrində də çox uzadacaq bir şey yoxdur. Burada bir discovery tree var. Yəni burada tədqiqatlardır. Girib üstünə baxırsınız ki, neçənci ildə kəşf olunacaq. Yəni bizim buna baxmamızın hal-hazırda bir mənası belə yoxdur. Ona görə ki, çünki necə deyərlər, çox uzun zaman çəkən şeydir. Mən də Ruandada olduğum üçün çox bunlara detallı baxa bilmirəm. Burada yəni müəyyən belə deyək də paylanma, sektora görə paylanma var. Məsələn, hava nəqliyyatına tutaq ki, hərbi, kiber təhlükəsizlik, texnologiya, IT, sənaye, kənd təsərrüfatı, gördüyünüz kimi bakteriologiya, tip, enerji, ətraf mühit, insan və sosial elmlər, dəqiq elmlər gördüyünüz kimi. Burada laboratoriyalar tikə bilərsiniz, yeni kəşflər. Məsələn, hal-hazırda bizim belə bir kəşf etmə imkanımız olmadığı üçün baxa bilmirəm, amma dünyada nələr tapılıb, nə vaxt tapılıb, bunları görə bilirsiniz. Yeni kəşflər də görə bilərsiniz. Biz böyük ehtimalla bir dəqiqə. Bunlar kəşf olunanlardır, anladığım qədərilə. Bunlar bizim tərəfimizdən kəşf olunub, yoxsa biz bunun patentini almışıq? Böyük ehtimalla biz bunun patentini almışıq. Böyük ehtimalla patenti alınıb. Nəysə, corporation'da da girib o bir dövlətdən bir məsələ üstündə tədqiqat apara bilərsiniz, bütçəniz olarsa, təbii ki. Space Research-da da əziz dostlar, gördüyünüz kimi burada müxtəlif planetləri seçərək tədqiqatlar apara bilərsiniz. Space stansiya üçün məsələn peyk göndərə bilərsiniz. Mars, Yupiter, hamısı var da demək olar ki. Təbii ki, buna bütçə lazımdır, bütçə. Burada da tədqiqat, yəni təlimləri artıra bilərsiniz və s. Yəni hal-hazırda yəni, bu barədə mənim çox belə detallı məlumatım yox. Əvvəllər baxırdım. Mədəniyyət, əziz dostlar, mədəniyyət. Gəldik mədəniyyətə. Görək mədəniyyətdə nə edə bilərik. Şimdi əziz dostlar, keçdik biz Mədəniyyət Nazirliyinin büdcəsinə. Mədəniyyət Nazirliyi nə edə bilər? Birinci əziz dostlar, heritage gəlir qarşıda, yəni tarixi abidələr. Heritage Monuments dediyimiz hissədə tarixi abidələrin qorunması milli kimliyi möhkəmləndirir, turizmi artırır və uzun müddətli gəlir yaradır. Abidələr dövlətin tarixə münasibətinin simvoludur. Mənfi ola bilər təbii ki, baxım xərcləri yüksək ola bilər, birbaşa iqtisadi gəlir dərhal görünməyə bilər. Məsəl üçün, bərpa olunmuş qala turist axınını artıra bilər, yerli biznesi canlandıra bilər. Muzeylər, əziz dostlar, muzeylər təhsil və mədəni yaddaş funksiyasını yerinə yetirir. Uşaqlar və gənclər üçün qeyri-formal təhsil məkanıdır. Maraq zəifdirsə, ziyarətçi sayı az olarsa, xərclər özünü doğrultmaya bilər, əlbəttə ki. Amma interaktiv muzey, məktəb ekskursiyaları mükəmməl bir nəticə verə bilər. Canlı səhnə sənətləri keçək. Teatr. Teatr tənqidi düşüncə və sosial refleksiya yaradır. Cəmiyyətin problemləri səhnədə müzakirə olunur. Kütləvi auditoriya üçün cazibəsi məhdud ola bilər. Yəni, hamı izləməyə bilər. Amma sosial mövzulu tamaşa ictimai müzakirəyə səbəb ola bilər. Ki, niyə biz avtoritar rejimlərdə, simulyasiyamızda bizim niyə teatra dəstək verilmədiyini də çox-çox yaxşı başa düşə bilirik. Musiqili komediyalar isə nədir? Əyləncə yönümlüdür, geniş kütləyə xitab edir və mədəniyyəti populyarlaşdırır. Mənfi tərəfi nə ola bilər? Dərinlik az ola bilər. Amma musiqili komediya ailəvi tamaşaçıları özünə cəlb edə bilər. Rəqs məsələn, rəqs milli ənənələri qoruyur və fiziki mədəniyyəti təşviq edir. Yəni, peşəkar sahə kimi bazarı dardır, amma milli rəqs ansamblı mədəni təqdimatı artıra bilər. Sirklər, əziz dostlar, demək olar ki, sirklər çox əhəmiyyətli və mən çox həqiqətən sevmişəm uşaq vaxtı, amma indi gedə bilməmişəm. Ailəvi əyləncədir, uşaqlar üçün cəlb edicidir. Mənfi tərəflər nə ola bilər? Heyvan haqlarını müdafiə edənlər sizi tənqid edə bilər ki, bu nədir? Amma sirk proqramı regional əyləncəni artıra bilər. Kino sahəsinə baxanda, kino sahəsində, əziz dostlar, deməli, ailə filmləri geniş auditoriya üçündür, sosial dəyərləri artıra bilər. Kommersiya yönümlü olmağı da yəni var. Ailə filmi kino ziyarətini artıra bilər.
İncəsənət dediyimiz filmlərdə isə dərin mövzular, estetik axtarışlar təqdim edilir. Ölkənin beynəlxalq festivallarda nüfuzunu artıra bilər. Kütləvi gəlir zəifdir, amma festival mükafatları, mədəni prestij yarada bilər ölkə üçün. Bu mənim prioritetimdir həqiqətən. Animasiyalar isə əziz dostlar, uşaqlar və gənclər üçün təhsil və əyləncəni birləşdirə bilər. Yerli animasiya mədəni ixracı yarada bilər. İstehsalat xərci yüksəkdir təbii ki, amma yerli cizgi filmi dil və mədəni ötürülməni sadələşdirər. Çünki uşaqlar dili daha yaxşı öyrənəcək. Musiqidə əziz dostlar, klassik musiqi var. E, Yüksək mədəniyyətli və akademik ənənəni təmsil edir. Auditoriyası məhduddur bilirik. Amma mədəni nüfuzu artıra bilər. Sonra estrada var məsələn. Kütləvi və populyardır, tez yayılandı. Keyfiyyət dəyişkən ola bilər mənfi olaraq, amma estrada konserti geniş iştirak və gəlirləri artıra bilər. Caz və blueslar da təbii ki, nişdir, yəni demək olar ki, az insana hitap edir, amma mədəni müxtəlifliyi artırır. Rockdur, rapdir, texnodur, bunlar gənclərin özünü ifadə vasitəsidir ki, amma bir yerdən sonra müəyyən problemlər özündə yarada bilər. Dünya musiqisi də təbii ki, mədəniyyətlər arası əlaqəni gücləndirmək üçündür. Nə qədər çox olsa təbii ki, yerli musiqi biraz kölgədə qala bilər, amma beynəlxalq festivallar üçün, turizm üçün gözəl bir geri qayıdışdır. Oxu mədəniyyətinə gəldi sıra. Yəni burada ədəbiyyatdır, dili, düşüncəni, milli yaddaşı qoruya bilər. Oxu səviyyəsi artıra bilər, təsirini artıra bilər. Yəni yerli yazıçı təbii ki, milli kimliyi yaradar, həm də gəlirləri artıra bilər. Komiklər daha çox gənclər üçündür. Dərin məzmun zəif ola bilər. Yəni daha çox yəni vərdiş oxumaqla əlaqəli olan bir şeydir. Digər oxuma növləri də təbii ki, üzr istəyirəm, fotoqrafiya, vizual mədəniyyət və sənətli yaddaş yaradır. Bazar məhduddur, amma sərgilərlə ictimai şuur artırıla bilər. Video oyunlar isə asılılıq problemi və s. yarada bilər, amma ölkənin inkişafı üçün gözəl bir sürət yarada bilər. Burada teatr tikə bilərsiniz və s. onlara baxa bilərsiniz. Burada da baxmışıq, yəni, amma burada məsələn dövləti tənqid barədə buna baxmışıq, yox bax. Bunlara baxmışıq ona görə. Hə, bir də sizə nə göstərəcəm? Eventlər. Məsələn, əslində mən bunu göstərmişdim turizm sahəsində. Milli, daxili tədbirlər, beynəlxalq tədbirlər və bir dövlətin ilini təyin etmə. Mediaya gəldi sıra. Mediada əziz dostlar, yəni gördüyünüz kimi total propaganda var hal-hazırda, amma yavaş-yavaş informasiyanı artıra bilərsiniz. İdeologiyanız burada əsas rol oynayır. Amma nə qədər artarsa, o qədər çox aldığınız hər qərar sizin populyarlığınıza mənfi təsir göstərə bilər. Burada da həmçinin dövlət və özəl televiziya fərqini görürsünüz ki, bizdə hal-hazırda bütün televiziya özəldir. Burada interneti kəsə bilərsiniz və yaxud da senzura, buna baxmışıq. Construction hissəsindən fiber optik internet çəkə bilərsiniz. 4C internet, 5C mobil internet çəkilə bilər. Mobil telefon 100%'dir, amma gördüyünüz kimi band internet dediğimiz o ADSL'li internetlər hələ ölkənin 53%'ni çətinliklə əhatə edir. Bu da təbii ki, mənfi bir şeydir. İdman sahəsində əziz dostlar, indi idman sahəsinə baxaq ki, vaxtımız qalsa artıq bununla da rəhbər seriyasını bitirmiş olarıq. Deməli əziz dostlar, başlayırıq. Grassroots sport kütləvi idmandır. Kütləvi idman əhalinin geniş təbəqələrini idmana çıxışını təmin edir. Məqsəd medal yox, sağlam həyat tərzidir. Bu siyasət səhiyyə xərcini azaldır, gəncləri küçə mühitindən uzaqlaşdırır və sosial inteqrasiyanı gücləndirir. Mənfi tərəf nədir? Təbii ki, peşəkar nəticə və beynəlxalq uğur yaratmır, sadəcə təsir yavaş görünür. Nümunə, məhəllə futbol meydançası, gənclər idman edir, asayiş və sağlamlıq təmin edilmiş olur. Yəni, cinayət səviyyəsinə müsbətin müsbəti təsir var. Kompetitiv sport, yəni peşəkar və rəqabətli idman keçdik. Peşəkar idman beynəlxalq yarışlarda uğur, milli prestij və media diqqəti yaradır, sponsorluq və idman turizmi inkişaf edir. Təbii ki, az sayda idmançıya böyük vəsait xərclənə bilər, kütləvi fayda məhduddur, amma olimpiyada medalı qazanmaq milli imici artırır, amma cəmiyyətin az hissəsi bundan faydalana bilir, bunu bilirik. Məktəblərdə idmanın inkişafı, məktəb idmanı uşaqlarda erkən yaşdan nizam intizam, komanda ruhu və sağlamlıq vərdişi yaradır. Uzun müddətdə həm sağlam vətəndaş, həm də gələcək idmançı bazisi formalaşdırır. Təbii ki, burada məktəb idman dərsi uşaq aktiv olur və piylənmə azalır. Yəni belə bir məntiqi var.
Universitet idmanında isə universitet idmanı təhsil ilə peşəkar idman arasında körpü rolunu oynayır. Gənclərin sosiallaşması və kampus həyatını gücləndirir. Universitet liqası istedadlar aşkar olunmağına səbəb ola bilər. Əlillər üçün idman. Əlillərin idmana cəlb olunması sosial inklüzivliyi artırır, psixoloji və fiziki sağlamlığı gücləndirir. Dövlətin sosial məsuliyyəti göstəricisidir. Yəni burada da para idman klubları var ki, əlil vətəndaşların cəmiyyətə inteqrasiyasına səbəb olacaq. Bəlkə bizi paralimpiadada gedib təmsil edəcək. Dopinglə mübarizə də lazımdır. Doping nəzarəti idmanda ədalət və sağlamlığı qoruyur, beynəlxalq sanksiyaların qarşısını alır. Nəzarət xərcləri yüksəkdir, bəzi idmançılar karyera riskindən narazı qala bilərlər. Amma nəzarət artarsa, beynəlxalq etibarımız daha da artmış ola bilər. Məsəl üçün, müxtəlif gənclər təşkilatı var ki, GHT və klub tipli təşkilatlar gənclərin ictimai fəallığına və liderlik bacarığına, belə deyək, təsir göstərə bilər. Bax, burada gördüyünüz kimi. Burada da, üzr istəyirəm, burada. Müxtəlif gənclər təşkilatında. Burada da GHT və klub gibi tipli təşkilatların gənclərin ictimai fəallığına və liderlik bacarığını artırır. Yəni, bu da, belə deyək, Gənclər Klubu sosial layihələr vətəndaşlıq şuurunu artırır. Sonra Holiday Camps var, yay düşərgələri. Düşərgələr sosial bacarıqları, komanda ruhunu və regional inteqrasiyanı gücləndirir. Yay düşərgəsi şəhər, kənd gənclərini bir araya getirir və birlik yaradır. Sonra Help for and the Private Sectors var. Məsələn, burada həssas gənclərə dəstəkdən gedir söhbət. Bəzi həqiqətən çox heç bilmədiyim, buradan nə qədər məsələn ingilis dilində söz tapa bilirəm. Həqiqətən və onları qeyd edərək tələffüzünə gedib baxacağım. Underprivileged. Nəysə, buna baxarım. Həssas gənclərə dəstək, kasıb risk altında olan gənclərin idman və sosial fəaliyyətlərə çıxışını təmin edir. Bu cinayət riskini azaldır. Bax, görürsünüzmü? Həssas gənclərə dəstək. Davamlı maliyyə tələb edir, bəli, amma küçə cinayətlərinin azalmağına səbəb olur. Scout hərəkatı isə dostlar, Scoutluk nizam-intizam, vətənpərvərlik və özünə güvəni yaradır, özünə inamı yaradır. Bəzi cəmiyyətlərdə ideoloji alət kimi istifadə olunur, amma liderlik bacarığını artırır. Milli gənclik hərəkatı isə milli kimlik, dövlətə bağlı və kollektiv şuur formulaşdırır. Həddindən artıq mərkəzləşərsə təbii ki, pluralizmə zəiflədə bilər. Milli gənclik proqramı sosial mobilizasiyaya müsbət təsir göstərir. Burada isə sahələrə verilən dəstəklərdir. Burada da binaların tikilməyidir. Demək olar ki, bunu tamamladıq. İndi isə Head of State-dən başlaya bilərik. Konstitusiyadan başlayırıq. Birincisi, görürsünüz ki, prezident xalq tərəfindən seçilir. Amma istəsəniz parlament tərəfindən seçilmək və yaxud da ömür boyu məsələsi gətirilə bilər. Bunlar təbii ki, demokratiyaya vurulan zərbələrə görə artır. Yəni, 2 turlu seçkidir. Amma istəsəniz birinci turda ən çox səsi toplayan seçkiləri qalib gələ bilər. Limitsizdir, bir nəfər, yəni dəfələrlə sayısız namizəd ola bilər. Burada 5 ildə bir seçkilər olduğunu görürsünüz. Burada da maaşıdır, bu barədə danışacağıq. Burada dövlət, yəni prezidentin kult deyirlər də, yəni kultudur, ağırlığıdır, belə deyək. Bu ağırlığa görə, məsəl üçün deyə bilərsiniz ki, ona administrativ mərkəzlər onun adına olsun. Məsələn, onun şəkili məktəb kitablarında olsun. İndi hal-hazırda gördüyünüz kimi dövlət bağlarına, meydanlarına onun adı, statusu verilir. Və yaxud da buradan məsələn müxtəlif yerlərə gedib ziyarət edə bilərsiniz, fermanı, retirement home-u. Məsələn, vəziyyət görürsünüz ki, pensiyada problem var. Buradan gedib yaşlı insanların qaldığı yerlərə gedib ziyarət edə bilərsiniz. Burada isə gördüyünüz kimi poll təşkil edirsiniz, yəni sorğulara baxıb qrupların fikirlərinə baxa bilərsiniz. Build property var burada. Pulunuz varsa təbii ki, özünüzə belə malikanə, villa, qala, nə bilim, nə falan filan. Bunlar yeni gəlib. Çox hakim deyiləm. Tikə bilərsiniz. Burada məsələn müəyyən bahalı əşyaları satın ala bilərsiniz. Sonra dəyərlənəndən sonra da sata bilərsiniz. Burada şirkətin hissələrini satın ala bilərsiniz. Bunları gameplay'də daha çox görə biləcəyik. O hissələri sata bilərsiniz. Burada partiyanıza maddi dəstək verə bilərsiniz ya da ara satın ala bilərsiniz. Bunlar yeni gəlib. Bunları ancaq gameplay'də göstərə bilərəm. Bura kabinetinizdir, Nazirlər Kabineti. Yeni kabinet qurmaq üçün form a new government deyə bilərsiniz.
və yaxud da deyək ki, üstünə klikləyərək nazir açılır. Onu təqib etdirə bilərsiniz ya da onunla görüş təyin etdirə bilərsiniz. Vəzifədən almaqdır, dismiss a minister. Buna basıb üstünə kliklədiyiniz, məsələn, seçib üstünə bastığınızda o vəzifədən alınacaq, yeri boş olacaq. Sonra onun yerinə yenisini təyin etməlisiniz. Və yaxud da Twitter'dan bir nazirinizi tənqid və yaxud da tərifləyə bilərsiniz. Bu da mümkün bir şeydir. Parlamentdə əziz dostlar, prezidentdə parlamenti buraxma səlahiyyəti var. Parlamenti buraxıb yenidən seçkilər keçirdə bilərsiniz. Parlamentin gücü gördüyünüz kimi parlament var, amma qərar vermədə iştirak edə bilmir. Real gücü yoxdur. Artıra bilərsiniz, iştirak edər. Burada parlament seçki sistemi nədir? Proporsionaldırsa, hamısına parlamentdə iştirak etmə haqqı verə bilirsiniz. Yəni seçkilərdə hamısı ən azından gücü qədər iştirak edə bilir. Ya da majoritar deyib bölgədə seçkiləri qazanan millət vəkillərinin hamısını qazandığını fərz edərək, yəni seçki sistemlərini bilirsiniz. Majoritar seçki sistemində, yəni bir ərazidən deyək ki, bir neçə namizəd çıxdığında o ərazilər bölünür də təbii ki, millət vəkilləri sayına görə seçki əraziləri bölünür. O ərazidən qalib gələn bütün səsləri toplamış olur və beləliklə çoxluqda olan adətən siyasi iqtidarda parlamentdə çoxluğu təşkil etmiş olur. Bunun qarşısını almaq üçün, məsəl üçün 5%lik bariyeri də qoyub, kiçik partiyaların parlamentdə iştirakının qarşısını ala bilərsiniz. Burada da parlamentin neçə ildə bir seçki olacağını keçə bilərsiniz. Referenduma təsdiq verə bilərsiniz. Burada da yeni gələn şeylərdir bunlar. Bunlar hələ yoxlamamışam mən, bu il gəlib. Burada da parlamentə, yəni finansal məsələlərdə və bütün məsələlərdə hökuməti, yəni necə deyim, inamsızlıq vermə haqqı yarada bilərsiniz. Bunlar da sonra açılacaq. Election'lar dostlar, bunların hamısının belə deyək, cəmidir. Bunlara sonra özünüz görəcəksiniz. Diplomatiyada səfirliyi, xaricdəki səfirliyi açıb bağlaya bilərsiniz. Ölkənizdəki səfirliyi açıb bağlaya bilərsiniz. Bir dövlət başçısının ölkənizə girməyini yəni qadağan edə bilərsiniz. Xaricdə olan əskərləriniz varsa geri çək, üzr istəyirəm. Xaricdə olan vətəndaşlarınızı geri çəkə bilərsiniz. Yəni ölkəyə gətirə bilərsiniz. Ambargolardır bunlar, embargolar. Bunlar çox belə əhəmiyyətli bir şey deyil. Yəni deyək ki, Afqanistandan malların gəlməsinə, daha doğrusu Əfqanistana qarşı hərbi import və ya da eksportdan bir təyin edərək, necə deyərlər, onlardan malın qarşısını ala bilərsiniz ki, onlar sizə nə mal satsın, nə onlara siz mal satasınız. Sonra bunları bilirsiniz. Bunlar da həmçinin. Bunların çoxsunu bilirsiniz. Ona görə təkrar etməyəcəm. Burada da məsəl üçün də müttəfiqləriniz varsa əgər ki, yoxdur gördüyünüz kimi, onları görə bilirsiniz. İqtisadiyyatda kontraktları görə bilirsiniz. Burada da azad bazardır. Azad bazar əziz dostlar belə bir şeydir ki, siz özünüzdən zəif bir dövlətlə bağlasanız, tamam, bu yaxşı bir şeydir. Amma özünüzdən güclü bir tərəflə bağlasanız, məsəl üçün New Free Trade desək, tutaq ki, Əfqanistanla belə bir müqavilə düşünürük, məsəl üçün. Hal-hazırda belə bir müqaviləmiz yox. Amma biz nə edirik? Əfqanistanla məsələn, deyirik ki, 50%, ortalama olaraq 50% gömrükdə endirim olacaq. Malların keçişi yüngül olacaq. Heç bir qərar, yəni heç bir əlavə regulasyon yox. Amma deyək ki, bunu böyütmək istəsək, qlobal iqtisadi razılaşmaya çıxartsaq, artıq burada şərtlər dəyişir. Məsəl üçün, gömrüklər 80% ortalama endirilir, sərhədlər çox yüngülləşir, regulasyonda isə daha çox yəni qida təhlükəsizliyi, belə deyək, qorunmalıdır, gələn mallarda daha çox. Yəni qida, yəni necə deyim, zəhərlənmə və s. olmamaq üçün. Həmçinin burada görürük ki, o bazara, üzvün dövlət bazarına, yəni ictimai bazarına giriş imkanı var. Bu da çox yaxşıdır. Bu isə artıq böyük bir şeydir. Yəni artıq o dövlətlə bir müttəfiq olursunuz, tək dövlət halına çevrilirsiniz. İnsan haqları və s. bunlar hamısı qorunmalıdır, uzlaşdırılmalıdır bir-birindən. Burada da bunu görmüş olduq. Sonra yardımlarda əziz dostlar, dünyada baş verən belə fəlakətlər olanda yardım etmək istəsəniz burada görə biləcəksiniz. Burada isə inkişafdır, dövlətlərə yardımlar göndərərək əlaqələrinizi yaxşılaşdıra bilərsiniz ki, elə bir vəziyyətiniz yoxdur. Burada isə deməli Birləşmiş Millətlər Təşkilatıdır. Gördüyünüz kimi müəyyən bizə imkanlar verir. Deməli əziz dostlar, burada nə edə bilərsiniz? Burada birinci gördüyünüz kimi provide proof that a nation is
threat to international security. Yəni bir dövlətin beynəlxalq təhlükəsizliyə təhdid olduğunu sübut etmək. Məsəl üçün, burada açım mən tam görəsiniz. Burada əziz dostlar, nə edirsiniz? Deməli, bunu izah edim sizə. Bir addımda dövlət hərbi, siyasi və təhlükəsizlik dəlilləri təqdim edir. Yəni sübutunuz var əlinizdə ki, bu dövlət siyasi, hərbi və təhlükəsizlik problemi yaradır. Necə o əlinizdə sübutlar nə olmalıdır? Silahlı hücumlar, terrora dəstək, nüvə proqramı, sərhəd pozuntuları və s. Belə bir probleminiz varsa, Birləşmiş Millətlər Təşkilatına şikayət edirsiniz. Və beləliklə onlar da aldığı qərarla sizə legitimlik qazandırırlar ki, siz bundan sonra addım atasınız. Məsəl üçün, sanksiya təyin oluna bilər. Müdaxilə üçün hüquqi zəmin yarada bilərlər sizə. Deyə bilərlər ki, bəli, siz haqqınızı qorumaq məcburiyyətindəsiniz. Mənfidirsə, məsəl üçün, mənfi tərəfi nə ola bilər? Sübut zəifdirsə, siyasi etibarınız daha da azala bilər. Yəni burada sübutunuzun olmağı mütləq lazımdır o dövləti şikayət edə bilmək üçün. Bunun üçün də xarici kəşfiyyatınız çox yaxşı işləməlidir. Burada isə əziz dostlar, təhlükə yaradan dövləti şuranın açıq şəkildə qınamasını tələb etmək. Bu addım diplomatik təzyiq mexanizmidir, hərbi deyil, siyasi siqnaldır. Məsəl üçün, beynəlxalq izolyasiya yarada bilərsiniz, qarşı tərəfə geri addım atmağa məcbur edə bilərsiniz. Amma qınama real tədbir olmadığı üçün təsirsiz də qala bilər, xüsusilə bizim kimi bir dövlət üçün. Məsələn, rəsmi qınama edə bilərsiniz, əlaqələrinizi zəiflədə bilər. Bunu da unutmayın. Təhlükə yaradan dövləti şuranın açıq şəkildə qınamasını tələb etmək. Yəni, burada hələ ki, biz qınamadan, dəlillərdən, sübutlardan danışırıq. Artıq gəldik kritik həddə. Bu, ən ağır addımdır və yalnız ciddi təhlükə olduqda mümkündür. Məsələn, beynəlxalq hüquq sizə legitimlik yarada bilər, hərbi müdaxilə etməyiniz üçün. Mənfi olarsa bəs nə olur? Mənfi tərəfi nə ola bilər? Veto riski yüksək. Yəni, Birləşmiş Millətlər Təhlükəsizlik Şurası sizə yox deyə bilər. Onda siz belə pis vəziyyətə qala bilərsiniz. Sonra davam edirik. Burada consult bilir. Səhvlaşdıq. Əslində doğrulaşdıq da. Bir dəqiqə. Doğrulaşmışıq. Bu isə əziz dostlar nədir? Bu strateji planlama addımıdır. Yəni, burada biz belə deyək də, görə bilərik ki, nə müzakirə olunub, nələr danışırlar, nələr qəbul olunub, kimə sanksiya tətbiq olunub, qətnamə çıxarılan qətnamələr nədən ibarətdir? Bunlara baxa bilərik. Bunlara baxdıqdan sonra da belə deyək ki, vəziyyət ala bilərik. Məsəl üçün, burada həmçinin gördüyünüz kimi tətbiq olunanları, adapt olunanları, burada isə gözlənənlər var ki, hansı ki, hələ heç nə ortada yox. Bizə qarşı da gördüyünüz kimi non yazılır. Yəni bizə qarşı heç yox. Sonra məsəl üçün daimi üzvlük üçün Təhlükəsizlik Şurasına müraciət edə bilərsiniz, amma yəni biraz mümkün deyil. Yəni çox böyük bir iddiadır. Yəni uzun müddətli prestijiniz və siyasi mesajınız ola bilər. Deyə bilərsiniz ki, bax, mən güclüyəm, mən beliyəm, mən eləyəm. Yəni yaxşı bir nəticə verə bilərsiniz. Amma yəni, cavab rədd alanda da demək olar ki, hamı sizlə necə deyim, şey eləyəcək, zarafat edəcək ki, hamı araya qoyacaq ki, bu nədir? Özünü nə görə qoyub? Nəysə, burada da məsələn təşkilatı tərk edə bilərsiniz. Yəni bu da bir tərəfdən şey ola bilər. Digər tərəfdən məsələn təşkilatı belə deyək, həm Twitter hesabınızdan yəni təbrik edə bilərsiniz, təşəkkür edə bilərsiniz. Digər tərəfdən tənqid edə bilərsiniz. Belə bir imkanınız var. Bu da təbii ki, yəni əlaqələriniz cəhətdən yaxşıdır. Burada isə əziz dostlar, bir terror təşkilatına qarşı dəstək istəyib, ona qarşı mübarizəni aparmaq, onu terror təşkilatı olaraq yəni tanımağı belə deyək, bacara bilərsinizsə, təbii ki, bacararsınız. Yəni burada da gördüyünüz şeylər belədir. Burada IMF-dir, görürsünüz, burada birləşmiş nədir? Beynəlxalq pul fondu. Burada məsələn yeni borc üçün müraciət edə bilərsiniz. Borcunuzu silməyi xahiş edə bilərsiniz. Çıxa bilərsiniz. Yəni tərif və tənqid edə bilərsiniz. Bu eyni, hamısında bunlar da eynidir. Bu da həmçinin UNESCO-da da demək olar ki, eynidir. Bir fərqi yox. Başqa burada da digər təşkilatlardır gördüyünüz kimi. Üzvü olduqlarınız bunlardır. Üzvü olmadıqlarınız da var. İstəsəniz müraciət edib üzvü olmaq istəyə bilərsiniz. Bunlar isə qeyri-hökumət təşkilatlarıdır, beynəlxalq. Çox diqqətli olmalısınız. Yəni sizin üçün mənfi nəticələr bilər. Məsələn, Dünya Ticarət Təşkilatının üzvü hal-hazırda bunlar bizim gömrüyümüzü nəzarət edən təşkilatlardan biridir. Özümüz də yeni bir təşkilat yarada bilərik, amma hal-hazırda elə bir şey haqqında danışmaq istəmirəm.
Deməli, gəldik bura. Bura gəldik, vəziyyət nədir, nədən ibarətdir? Görürük ki, siyasi partiya sistemi çox partiyalı və azad. Heç kim dövlət qarışmır. İstəyən yeni partiya yaradır, istəyən yaratmır, istəyən dağıdır, gedir partiyasını. Heç kim ona qarışa bilməz. Burada da görürük ki, iyanə sistemidir. Bunu seçmiş olsaydıq, deyəcəkdik ki, siyasi partiyaya sən sadəcə daxildəki üzvlərindən əldə etdiyin gəlirlə yaşaya bilərsən, iyanə ala bilərsən. Bunu seçmiş olsaydıq, deyəcəkdik ki, həm daxili iyanələr, həm də xaricdən gələn yardımlar limitsiz etsəydik, xaricdən kəşfiyyat orqanları müxalifətə çoxlu dəstək verə bilərdilər əleyhimizə istifadə üçün. Hal-hazırda qarışıqdır, amma limitlidir. Müəyyən limiti keçə bilməz. Burada partiyanın liderini həbs edərək partiyanı bağlada bilərsiniz. Populyarlığınız təbii ki, aşağı düşəcək. Burada sadəcə həbs yox, partiyanı bağlada bilərsiniz. Burada partiyanı tənqid Twitter'dan ya da tərif edə bilərsiniz. Bu sizin partiyanızdır. Partiyanız üçün iyanə toplayıb kampaniyası başlada bilərsiniz ya da partiyanızı dəyişə bilərsiniz, aidliyinizi. Kiber təhlükəsizliyi qorumaq üçün büdcəni partiyanın artıra bilərsiniz. Partiyanıza ya da özünüz şəxsi cibinizdən maddi dəstək verə bilərsiniz. Koalisyon da təbii ki, əzizlər, buna kliklədiyinizdə başqa demək partiya ilə koalisyon qurub müəyyən prosesi başlada bilərsiniz. Amma o proses həqiqətən çox uzundur. Onu bəlkə başımıza gəlsə ki, gəlməz, özümüz yaşayıb görə bilərik. Burada Həmkarlar Birliyidir əziz dostlar. Biz Həmkarlar Birliyinə belə deyək, hal-hazırda demişik ki, tətil etmək qadağandır. Amma limitli imkan verə bilərik ya da tamamilə azad edə bilərik ki, bu amma istehsalat üstündə belə deyək, problemlər, xərcləri artıra bilər. Bu isə gördüyünüz kimi Həmkarlar Birliyini nə qədər tanıyıb tanımadığınıza görə dəyişir. Hal-hazırda bir Həmkarlar Birliyi var, hamısını təmsil edir. Amma deyə bilərsiniz ki, mən tolerantam, açılsın, amma mən onu izləyəcəm, işçi hüquqlarını izləyəcəm. Burada da deyə bilərsiniz ki, mən qarışmıram, işçilər özləri bilər, getsinlər sahibkarlarla anlaşsınlar. Əgər sahibkarlar onların, belə deyək, təklifini, tələbini qarşılamırsa, getsinlər tətil eləsinlər, işləməsinlər. Amma təbii ki, bu da iqtisadiyyata böyük ziyan vuran məsələlərdən biridir əziz dostlar. Yəni onu da unutmamaq lazımdır deyə düşünürəm. Burada deyəcəklərim bir-iki şey daha var. Ona baxıram hal-hazırda. Burada məsələn nə danışa bilərik? Məsələn, biraz məlumat vermək istəyirəm. Tutaq ki, bunun haqqında, bu haqda məlumat vermək istəyirəm. Məsələn, bu qərar dövlətin həmkarlar ittifaqlarını tam azad, məhdud yoxsa dövlət nəzarətini tanıyıb tanımadığını müəyyən edir. Əgər ittifaqlar hüquqi cəhətdən sərbəstdirsə, işçilər kollektiv şəkildə təşkilatlanır, maaş, iş saatı və təhlükəsizlik mövzusunda işə götürənlə danışıqlar aparır. Bu, sosial dialoqu gücləndirir və iş mühitində zoraki qarşıdurma ehtimalını azaldır. Müsbət tərəfləri odur ki, işçilərin hüquqları qorunur, sosial narazılıq qurum olaraq kanallara yönəlir, siyasi sabitlik uzun müddətdə güclənir. Mənfi tərəfi odur ki, çox güclü ittifaqlar əmək bazarında sərtlik yaradar, investorlara mənfi siqnal verə və məhsuldarlığı azalda bilərlər. Yəni, qanuni və azad ittifaq maaş artımı danışıqları yolu ilə tətilə ehtiyac azalda bilər. Təbii ki, bu alınmış olsa. Əgər dövlət ittifaqları məhdudlaşır və ya yalnız dövlətə bağlı ittifaqlara icazə verirsə, qısa müddətdə idarə etmə rahatlaşır, lakin sosial təzyiq yığılır. Müstəqil ittifaq qadağandır, işçilər küçə etirazına yönələ bilərlər. İkinci isə dostlar, burada tətil hüququ ilə bağlı məsələlərdir. Bu qərar işçilərin nə vaxt, necə və hansı şərtlərə tətil edə biləcəyini müəyyən edir. Tam sərbəst tətil hüququ olduqda işçilər son çarə kimi istehsalat dayandıra bilər və bu işə götürən üzərində real təzyiq yaradır. İşçi hüquqları real məna qazanar, qeyri-rəsmi zorakılıq azalar, mənfi tərəfi isə tez-tez və uzun tətillər iqtisadiyyata zərər vurar, ictimai xidmətlər iflic ola bilər. Fabrikdə qanuni tətil maaş artırar, iş bərpa olunur. Tam tətil hüququ ciddi qaydalarla məhdudlaşdırıldıqda dövlət funksional davamlılığı qoruyur. Yəni bizdə olduğu kimi iqtisadi və ictimai həyat dayanmaz. Mənfi tərəfdən isə işçilər özlərini hüquqsuz hiss edə və radikallaşa bilərlər. Ki, bu hal-hazırda yaşanan problemlərimiz də məhz bununla əlaqəlidir. Biz bunu görürük. Dərnəklərdə, əziz dostlar, dərnəklərdə də bu qaldı. Dərnəklərdə də bunu danışa bilərik. Dərnəklər də bir mənalı şəkildə insanların müəyyən təbəqəsinin
problemlərini həll edən, belə deyək, bir qurumlardır. Yəni vətəndaş cəmiyyətinin əsas aparıcılarıdır. Burada da məsələn rahat görə bilirik ki, dövlət nəzarətinin necə qurulacağı əhəmiyyətlidir. Məsəl üçün, bu qərardan götürsək, bu qərar dövlətin vətəndaş cəmiyyəti təşkilatlarına nə dərəcədə nəzarət edəcəyini müəyyən edir. Nəzarət formaları adətən qeydiyyat, maliyyə hesabatı, fəaliyyət icazəsi və siyasi fəaliyyətli məhdudiyyətlərdən ibarət olur. Məsələn, büdcə və nəzarət artırılarsa, müsbət nəticələr. Dövlət assosiasiyaların fəaliyyətini daha yaxından izlədikdə qanunsuz maliyyələşmə, xarici müdaxilə və radikallaşma riski azalar. Xüsusi təhlükəsizlik baxımından həssas ölkələrdə bu sabitliyi gücləndirir. Nəzarət artarsa, şəffaflıq artar, təhlükəsizlik riski azalmış olar. Xaricdən maliyyələşənlərin də qarşısı alınmış olar. Büdcə və nəzarət artırılarsa mənfi nəticə nədir? Həddindən artıq nəzarət və bürokratiya vətəndaş cəmiyyətini zəiflədər. İnsanlar təşkilatlanmaqdan çəkinər, sosial problemlər dövlətə qeyri-rəsmi yollarla çatır və narazılıq yığılar. Beynəlxalq reytinqləri demokratiya və azadlıqlar göstəricisi düşər. Nəzarət artarsa, vətəndaş fəallığı azalar və gizli narazılıq artmış olar. Yəni burada görürük. Müsbət nəzarət azaldılarsa nə olar? Bəs azad dərnəklər cəmiyyətin problemlərini əvvəlcə mərhələdə üzə çıxarar, dövlətin yükünü azaldar və sosial kapitalı artırar. İnnovasiya və könüllülük güclənər. Nəzarət azaldılarsa, müsbət tərəfi budur. Mənfi tərəfi isə zəif nəzarət şəraitində bəzi dərnəklər qanunsuz maliyyə, siyasi manipulyasiya və radikal fəaliyyət üçün platformaya çevrilə bilər. Yəni belə bir vəziyyətdən danışmış oluruq əziz dostlar. Yəni gördüyünüz kimi belə bir vəziyyətimiz var. Din məsələsinə gəldikdə isə gördüyünüz kimi din dövlətdən ayrıdır, heç baxmağa belə lazımdır. Burada tamamilə vicdan azadlığı təmin olunur. Burada da bilirsiniz ki, geyimlərə dövlət qarışmır. Hal-hazırda gördüyünüz kimi dini icmaları da burada rahat-rahat görə bilirsiniz ki, kimlər var, nə qədər üzvü var, nədir, nə deyil. Bunların hamısını görə bilirsiniz. Belə, biz artıq rəhbər videolarımızı tamamladıq. Ümid edirəm, xoşunuza gəldi. Sonuncu ilə də bunu tamamlamış olduq. Artıq oynamağın, yəni simulyasiyaya başlamağın zamanıdır və böyük bir həyəcanla bunu gözləyirəm. Qaldığımız yerdən davam edəcəyik. Sualınız, təklifiniz, iradınız varsa zəhmət olmasa yazın. Hamısını cavablandırmağa çalışacağım. Görüşərik.